Salam, efirdə xəbərlərdir. Bir müddətdir ki, Naxçıvanda hərbiçilərin aylıq maaşından 200-300 manat Qarabağa yardım adı ilə pul tuturlar. Azərbaycan Yəhudi mediası xəbər verir ki, bu barədə gündəlik Naxçıvana bir qrup zabit və gizir müraciət edib. Onlar iddia edirlər ki, buna etiraz edəndə hədələnirlər. Zabitlər bildirir ki, onlardan tutulan pulun həqiqətən də Qarabağa yardım məqsədi daşıdığına inanmırlar. Biz hərbiçiyik, çoxumuz Qarabağda döyüşmüşük. Bir ay 200-300 manat tutulmasına etirazımız da yoxdur. Bu dövlət üçün canımızı qoymuşuq, yenə də qoyuruq. Lakin davamlı olaraq maaşlarımızdan tutulması yol verilməzdir. Biz deyilənlərə inanmırıq. Qarabağın tikintisi adı ilə bizdən saxlanılan pulları mənimsəyirlər. Çünki dövlətimizin Qarabağı tikmək üçün hərbiçilərin maaşına ehtiyacı yoxdur. Onun kifayət qədər resursları var. Digər zabit isə Qarabağın tikintisində rüşvətxor məmurların pullarından istifadə etməyi məsləhət görür. Bizim də öz problemlərimiz var. Hər zaman vətənin keşiyindəyik. Bu maaşı öz zəhmətimiz, alın tərimiz ilə qazanırıq. Gecə-gündüz dağda, daşda oluruq. Əziyyət çəkirik. Lakin Azərbaycanda kifayət qədər zəhmətsiz gəlir götürən məmurlar, iş adamları var. Yaxşı olar ki, Qarabağı tikməkdə onların pulundan istifadə olunsun. Sizinlə mən Şahin Seydov, Azərbaycan Yəhudi mediası. Unutmayın ki, xəbərdar olmaq sizin hüququnuzdur.